Hörmətli izləyicilərim, sizi salamlayıram. Belə mən üçün darıxmısınız, mən də sizin üçün darıxmışam. Bugün sizə elə bir mənzillə gəlmişəm, təqdimata oyda. Bu mənzil gözəllikdir də, yəni gözəllik, nə deyim. Tanış olun zalı ilə. 230 kvadrat ölçüsü olan bu mənzilin mebelindən, parketindən, lüstrasından, televizoru, hər şey brend, hər şey çox bahalı. Bu mənzili alan xoşbəxt yaşayacaq. Allah sizə o qədər pul qismət eləsin ki, bu videoma baxan kimi deyəsiniz ki, bir dənə Turala zəng eləyim. Onun komandası mənə bu evi görsətsin də. Zal otağından mən sizi istəyirəm, dəvət eləyim eyvana. Həm də video baxa-baxa sahibinə də bir like eləyin. Görün necə gözəl mənzil təmir ediblər. Yəni, sadəcə olaraq adam həzz alır. Ağıllı planlama nəticəsində ev təmir olunub. Zaldan çıxan kimi bura bunun mətbəx dilimdə çaşır. Bura bunun balkon, eyvan hissəsidir. Dəyərli izləyicilər, deməyə də özümü utanıram. Bu gördüyünüz stolların hər biri markadır. İtaliya, İspaniya, qiymət də çox yüksəkdir. Adam deməyə də deyərəm, o bir varlı izləyicim deyər ki, Tural, bəsdir də, nə görsənirsən? Başa düşdük də, bildiyin, ona görə demirəm deyər sizə. Zaten bəllidir, görürsünüz. Yer metlağına kimi görürsünüz ki, nə markalardan istifadə olunub. Bura Bakus City Residence Koroğlu layihəsidir. 6-cı mərtəbədir. 230 kvadrat sahəsi var. Eksklüziv mənzildir. Təmir olunub 25 yaşanlı bu günlərin xərclənən məbləğdən ucuz satılır. Kvadratı dedim, qiyməti də görürsünüz. Kalkulyatorla hesablayın, çıxın, bölün. Kupçalı bu mənzil sizə qismət olsun. Bura xol hissəsidir, dəyərli izləyicilərim. Sizə bu mənzildə daha bir fokus göstərəcəm. Xolu gördünüz, tanış oldunuz, sevdiniz. İndi gəlin xoldan çıxırıq biz çöl hissəyə. Bax, bura bildiyiniz blok hissəsidir. Amma görün sahibi necə gözəl, zövqlü, çiklənməsin deyə bloku nə edib. Gəlin buradan bir dənə sizə göstərdim. Buranı bağlayıb, qonşulardan seçilir. Seçilmək istəyənlərin mənzili də bu. Bir dənə operator buradan görsətsin. Liftdən çıxırsan, belə bir şüşə, blokda gəlirsən, girirsən içəri, şkaflar, əhqabı qoydun, kulturnu. Çox solidli bir mənzildir. Keçək indi yataq otaqlarına baxaq. Qapı kəndarından keçəndən sonra bura bir yataq otağıdır. Hər bir əşya zövqlü olaraq, simmetriya olaraq mənzilə uyğunlaşdırılıb, seçilib, döşənilib. Keçək növbəti otağa. Bir dənə balkonu da göstərdim sizə. Hələm çoxumuz oradasınız. Sizə bir dənə hamam göstərəcəm. Mən bu evi çox sevdim, dostlar. Ürəyim getdi bu ev üçün mənim. Sevirəm də, gözəlliyə aşiqəm də mən. Bir dənə bunun hamam otağının videoda 100% o hiss olunmur. Ancaq siz gəlib canlı baxmalısınız buna. Simmetriya evdən fikir verir, dəyərli izləyicilər. Demirəm də, bu bizə yaraşmaz bunlar demək. Hər şey mükəmməlidir. Mətbəxə keçək. Amma birinci buradakı qapıya görək. Bunu sözüm də bilməm nədir. Bura sanitar qovşağıdır. Bəli. Bura mətbəxdir. Dostlar, mən desəm ki, bu mətbəxə nə qədər pul verə bilər, kommentdə öldürərsiniz deməli. Demirəm, sakit dururam. Mətbəxin gözəlliyinə baxın. Nə qədər pul verə bilər bu mətbəx mebelinə, o qalsın alıcı ilə mənim aramda sekret. Belə bir mətbəx, oturmaq yeri, isti döşənməsi və tutalım ki, yoldaşınız gələndə bir dənə balıq aldı. Nə eləməlisiniz? Bu mətbəxdə balığı pişirmək olmaz axı. Keçirsiniz bura, atırsınız beyji, sudakı, asatirini. Bəli, bax, burada balıq pişirirsiniz. Bura sırf onun üçündür. Dolab, oturmaq yeri.
evdə köməkçilər, çalışan köməkçilər, o da onu hazırlayır. İndi keçirik növbəti gözəlliklərə baxmağa, yəni yataq otaqlarına baxmağa keçirik. Koridordan gəlirik. Dostlar, bütün bu lüstralar, gördüyünüz bu lüstraların hər biri İtaliyadır. Və yataq otağı, Veneçenkası, mebel dəsti, aura, odda, yəni adam həzz alır. Müasir qardiroblu otaq və müasir hamam otağı. Qəşəng. Növbəti otağa keçək. Bilirəm, ürəyimiz gedib bu mövzuya. Mən ürəyim gedib. Yoxdan deyirəm ki, sahibindən, qardaş, istəmirəm mən reklam ödənişi, fail, heç istəmirəm səndən. Satma da bu evi deyirəm də. Deyir, yox, mən işimə görə deyir, bunu satmalıyam. Deyirəm, o çox gözəldir. Yəni, burada əməlli başlı iş gedib, görürsünüz də, hər şey necə möhtəşəmdir. Burada da qardiroblu otaq, hər şey şişəylə, filanla. Mənim bir də maraqlıdır. Parketin Amerikanski qoz ağacından olması, məsəl üçün, maraqlıdır. Mebellərin İtaliya brendi olması maraqlıdır. Qapıları həmçinin. Yəni, ona görə o premiumluq hiss olunur da mənzildə. Sizi yormayayım da çox. Bir əməyə çaydan da içirsiniz bu dəqiqə. Bəh. Dostlar, nə deyə bilərəm? Zəng eləyin, bu eksklüziv evə gəlin, baxın, məsləhətdir. Qiyməti 230 kvadrat şəhərdə bu ev, yəni neçə olar, çox aşağı qiymətə verir və təhcil satmalıdır. Görüşərik.